Əməyin mühafizəsi. Beynəlxalq Əmək Təşkilatının təqribi hesablamasına əsasən, dünyada hər gün 6000-ə yaxın insan peşə xəstəlikləri və istehsalatda bədbəxt hadisələr nəticəsində həyatını itirir və il ərzində bu rəqəm 2 milyondan artıq olur. Bədbəxt hadisələr daha çox hərəkət edən mexanizmlərlə iş zamanı və ya hündürlükdən yıxılma nəticəsində baş verir. Əməyin mühafizəsi iş yerində insanların təhlükəsizliyini, sağlamlığını və rifahını təmin etməyə yönəlmiş tədbirlər, normalar və standartlar sistemidir. Məqsədi peşə risklərini minimuma endirmək, həmçinin iş yerlərində bədbəxt hadisələrin və xəstəliklərin qarşısını almaqdan ibarətdir. Əməyin mühafizəsi üzrə beynəlxalq öhdəliklərin müəyyən edilməsində Beynəlxalq Əmək Təşkilatının əsas fəaliyyət istiqamətlərindən biri konvensiya və tövsiyələrin qəbul olunmasıdır. Bunlardan ən əhəmiyyətlisi isə əməyin təhlükəsizliyi və gigiyenası haqqında 155 nömrəli konvensiyadır. Əməyin mühafizəsi sayəsində Beynəlxalq Əmək Təşkilatının vahid yanaşması bunlardan ibarətdir. İşçi hüquqları. Beynəlxalq Əmək Təşkilatı təhlükəsiz və sağlam şəraitdə işləməyi fundamental insan hüquqlarından biri hesab edir. Peşəsindən, fəaliyyət sahəsindən və ya iş yerindən asılı olmayaraq, bütün işçilərin təhlükəsiz və sağlam iş mühiti hüququna malik olduğunu bildirir. Sosial ədalət. Əməyin mühafizəsi hər kəs üçün təmin edilməli olan layiqli əməyin tərkib hissəsi olmaqla geniş mənada sosial ədaləti təşviq edir. Beynəlxalq Əmək Təşkilatı hesab edir ki, ədalətli və dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün təhlükəsiz və sağlam iş şəraitinin təmin edilməsi vacibdir. Preventiv yanaşma. Beynəlxalq Əmək Təşkilatı iş yerindəki mümkün təhlükələri əvvəlcədən müəyyən etməklə, onları minimuma endirməyə və arzulunmaz nəticələrin qarşısını almağa yönələn qabaqlayıcı tədbirlərə daha çox üstünlük verir. Üçtərəfli əməkdaşlıq. Beynəlxalq Əmək Təşkilatı əməyin mühafizəsi sayəsində dövlət orqanları, işə götürənlər və əmkarlar təşkilatları arasında üçtərəfli əməkdaşlığı təşviq edir. O hesab edir ki, bütün maraqlı tərəflərin qərar qəbul etmə proseslərinə cəlb edilməsi daha effektiv və davamlı həllərin əldə olunmasına gətirib çıxarır. Qlobal liderlik. Beynəlxalq Əmək Təşkilatı təbliğat, standartların müəyyən edilməsi, texniki yardım və potensialın yaradılması vasitəsilə əməyin mühafizəsinin inkişafında qlobal lider kimi çıxış edir. O, bütün dünyada əməyin mühafizəsi standartlarını və təcrübələrini təbliğ etmək üçün üzv dövlətlər, beynəlxalq təşkilatlar, işə götürənlər, işçilər və digər maraqlı tərəflərlə əməkdaşlıq edir. İnteqrasiya edilmiş yanaşma. Beynəlxalq Əmək Təşkilatı əməyin mühafizəsinin ədalətli əmək haqqı, iş yerlərinin stabilliyi və sosial müdafiə kimi layiqli əməyin digər tərkib hissələri ilə qarşılıqlı əlaqəsinin önəmini vurğulayır. Əməyin mühafizəsi işçinin həyat və sağlamlığına verilən dəyərdir. Gəlin bu dəyəri birlikdə qoruyaq.